Sumqayıda, Sarayolu Sumqayı. Avtobus xəttini çəkməsəm cəmaat 2 manata getsin. Mən şəxsən 2 manat verib gedirəm. Rahat gedirəm evimə. Amma gedə bilmirəm. Gözləyirəm ki, provka çəkilsin, saat 10-11-də gedim. Niyə getməliyəm ki, mən evə o vaxtı? Səhər saat 6-da da işə gedirəm. Qiymət qalxıbsa da, keyfiyyət ölüb. Buradan gedəndə yaxşıdır hər şey. Maşın var, heç olmasa millət dolu olsun, minə bilirik. Amma Xırdalandan bu yana gələndə 199 nömrəli maşına minmək qeyri-mümkündür. Nə maşını saxlamır, saxlayıb həmin dəqiq qapıları bağlayır, millətlə qalır, hamı çöldə. Siz zəhmət olmasa, səhər saatlarında gəlin həmin Oryadın qabağında, Mətanət ayı ilə üzbəyüz olan keçiddə dayanın, baxın, çəkin. Yəni, millət nə əziyyətdədirsə, özünüz görəcəksiniz. Taksilərdən istifadə edirsiniz? Taksilərin artıq yox. Çünki bu zolaq açılandan sonra taksilərlə getmək qeyri-mümkündür, yəni. Zolaq açılandan sonra? Zolaq, bəli. Böyle peki. Bu saatlarda bura gələndə çox vaxt qarşılaşdığımız böyük bir problem var. Avtobuslar olmur və ya olanda az olur. Adam sayı çoxdur. Bu səbəbdən insanlar bir-birinin tapdalayaraq və ya əzəli avtobusa minməyə çalışırlar. Allah verməz yanımdaya. Avtobus zolağı açılandan sonra çətindir getmək. Yəni çünki probka biz Ceyranbatandan gəlirik, 20 yanvara qədər çox probka olurdu da. Bu 1 manatlıq avtobuslarda da probka olurdu. Bizdə elə bil 500 nömrəli avtobus təzə açılıb. Onda yaxşıdır yəni şey. Hələ ki yaxşıdır. Biraz sonra. Masazıra gedirəm, hər gün demək olar ki, eyni vəziyyətdir. Bu şəkildə cəmaat əziyyət çəkir. Masazıra cəmi bircə dənə avtobus işləyir. O həmin avtobusda bir hissəsi təzə, bir hissəsi köhnə. Ona görə də o köhnələr də elə yolda, yolağada qalır. Bir də görürsən ki, harasıca xarab oldu, ilişdi qaldı. Hər maşının özünün müştərisi var, qardaşım. Onlar yəni, necə deyərlər, əhalinin normal gediş üçün təşkil ediblər, sağ olsunlar. Onlar avtobus xətti ilə gedirlər, öz yolları, öz işləri. Onlar böyük maşındır, onlarla bizdə qiymət fərqi də yəni ki, fərqlidir. Ona görə də onlar ayrı, biz ayrı. Bu təzə marşrutda asılandan sonra müştərilərin sayında bir azalma var mı? Təbii ki, indi əvvəlcə 10 nəfər bu maşınla gəlirsə, indi 5-i deyək ki, ona binir, 5-i buna binir də, indi təsir edir.